Dabaq xəstəliyi. Dabaq xəstəliyi cütdırnaqlı heyvanların yoluxduğu virus mənşəli xəstəlikdir. Xəstəlik əsasən inək, qoyun və keçiləri yoluxdurur. Bəzi hallarda dəvələr və nadir hallarda atlar da yoluxa bilər. Virus xəstə heyvanla təmas, çirklənmiş yem və su, istifadə edilmiş inventar, geyim və ayaqqabılar vasitəsilə heyvandan heyvana yayılır. Virus torpaq və peyində həftələrlə aktiv qala bilir. Xəstəlik zamanı heyvanın temperaturu 41 dərəcəyə qalxır. Ağız, dırnaqarası və yelində yaralar əmələ gəlir. Heyvan yemdən imtina edir. Dabaq xəstəliyi məhsuldarlığı azaldır, süd və ətin keyfiyyətinə mənfi təsir göstərir. Qorunmaq üçün vacib addımlar. Xəstə heyvanları təcrid edin. Saxlanma yerlərini dezinfeksiya edin. Yeni heyvanları karantində saxlayın və profilaktik peyvəndləməni unutmayın. Dabaq xəstəliyinin spesifik müalicəsi yoxdur. Bu xəstəlik virus mənşəlidir və antibiotiklər ona birbaşa təsir etmir. Müalicə əsasən simptomatik və dəstəkləyici olur. Yəni heyvanın vəziyyətini yüngülləşdirmək və sağalmasına kömək etmək məqsədi daşıyır. Bu zaman baytar həkimin göstərişi ilə iltihab əleyhinə ağrı kəsici və temperatur salıcı preparatlar verilə bilər. Heyvanın immun sisteminin güclənməsi üçün vitamin kompleksindən də istifadə tövsiyə olunur. Eləcə də yemlənmə zamanı şirəli yem və təmiz su olduqca vacibdir. Ağız və dırnaq yaralarının təmizlənməsi üçün isə dezinfeksiya edici məhlullarla müalicə aparılmalıdır. Xəstəliyin sonu heyvanın sağalması ilə başa çatır. Dabaq xəstəliyi ictimai sağlamlıq üçün təhlükəli xəstəlik sayılmır.